Özümüzü öldürmək üçün granatı çıxardım. Buradan vurdular, damar bir 7 santim çıxdı çölə. Dilini çıxar çölə, mən bıçaqla kəsəcəm, əlinə də bıçaq. Dedi ki, niyə çıxartdın ki? Dedim ki, dilimi kəsəsən, sonra danışmayacağım, da arxaya inəm. Ondan sonra mən danışdım yazsa. Əlinə reyka götürən, nə bilimlə götürən, gəlir düşürsən, özü qırajdan mı? Kimin qardaşı ölüb, kimin dədəsi ölüb, o gəlir ayıb almağa. İnsanların parmaqlarını, dırnağını çəkib gətirib bizə göstərirdilər ki, yəni qaçanlar belə əziyyət çəkir. Belə əziyyət verir yollara, belə. Xoş gördük əziz izləyicilər, əsiri həyatı ilə bağlı silsilə çəkilişlərimiz davam edir. Bugün daha bir əsrin yaşadığı işgəncələri elə onun öz dilindən eşidəcəksiniz. Qonağımızı təqdim etməmişdən öncə videolarımızı bəyənib paylaşmağı sizdən xahiş edirik. Bugünkü qonağımız Ağdam sakini Xəlil bəydir. Xəlil bəy, hər vaxtınız xeyir olsun. İlk öncə özünüzü izləyicilərimizə təqdim edin, zəhmət olmasa. Xəlil Hadiyev, Ağdam rayonunun Suma kəndində qeyd edəcəm. Xəlil bəy, necə oldu əsir düşdünüz? Bizim Ağdam alınmışdı o vaxtları. Kəndlərə gedirlər. Bizim kəndə yaxınlaşan vaxtı xəbər gəldi. Biz də gəldik evə, mən gəldim. Traktorum vardı. Traktoru xodladım, ailə uşağı yığdım, çıxartdım. Bir 4-5 kilometr yendi aşağı Təzə kəndin üstünə tərəf. Eyvanı uşağı qoydum orada, qayıtdım. İki də yoldaşıdı məndən. Gələndə yolda ermənilər irəliləmişmiş, amma sonradan qayıdıqlar geri, özlərinə xətt qurmaq üçün, zərbə qurmaq üçün qranatsat bağlamışdılar. İkisini açdım, birin yoldaşın birinə verdim, biri məndə qaldı. Hara bağlamışdılar o qranatları? Mıxça vurub onu bağlayıb, o yüzden də mıxça vurub məftil bağlayırlar. Yola bağlamışdılar. Yola gəlirdi, yola. Gəldik kəndə yaxınlaşanda zavodun asistiteli vardı. Yanında böyük təpəzad verilmişdi. Orada suyun təmizliyi üçün verildi, filtr zadı vardı. Onun üstə 2 nəfər durmuşdu. Biz oradan döndük ki, kəndə yaxın düşmək üçün, kəndə girək. Vallahi çağırdı, hara gedirsiniz? İmkan deyildir, kətdə nə var, nə yox, dedi, hər şey yaxşıdır, yaxşı olacaq. Azərbaycan dilində dedi. Azərbaycan dilində dedi. Deyəndə yoldaşım biri dedi ki, bu Bakı uşaqlarıdır. Mən tanıyıram onu. Dedi, kesin gəlin bura. Uşaqlar orada setka vardı, setkanı yardı keçdi. Mən qapıdan, balaca qapalaq vardı, oradan keçmək istədim. Yaxınlaşdım ki, orada qranat var. Çağırın dedim, bura qranat bağlıdır. Dedi, sən də belədən keç. Setkadan keç gəl. Qazvaysollar, orada bunker, dəmir bunker vardı. Dəmir bunkerin dalındaymış, ona görə mənə deyir ki, buradan gəl bəri. Mən də setkadan keçdim, bunlara yaxınlaşanda dedilər, əllər yuxarı. Sift elə bildim öz zadlarımızdan da, qarəsədə. Məsə, gəp belə qorxdum ki, bizi öldürəcəklər. Və bizimkilər də sarsaq işlərlə məşğul olunlar vardı. Sonra təsadüfi geri çönəndə gördüm, arxamızda saqqallı, hamısı silahlı durub. Əlimə atdım ki, onları yox et, sadəcə özümüzü öldürmək üçün. Granatı çıxardım. Buradan vurdular, damar bir 7 santim çıxdı çölə. Ət partladı, damar çıxdı çölə. Nəylə vurdular? Avtomatın qundağı ilə. Tutdular granatı, pencəyi zadayımdan çıxartdılar. Granatı zadda götürdülər, ondan sonra bizi əlimizi bağladılar, getdilər, köhnə idarə deyirdilər ora. Orada məni çöldə saxladılar, o 2 uşağı içəri keçirdilər. Bunlar keçdikləri mənə araq, məcburi araq içmək istədilər də, belə zaman. İçmək istəmədimsə də gördüm, yox, əl çəmirlər, nəsə məcbur oldum, içdim. İçəri keçəndə gördüm ki, uşaqları döyüblər. Bərk döymüşlər, ağız, burun, qılsa hara gəldi, vurmuşdular. Yarım saat da orada saxladılar, oradan bizi götürdülər Gülzə kəndinin üstünə. Orada onların növbə ilə girirlər də, onlar döyüşür sadına.
Qabaq döyüşürdü, bunlar da arkada gözləyirdi. Ha bax oradan da gəlsə, bunlar da gedirdi. Məni danışdıran vaxtı bir Oğraş komandir vardı, birinci rotanın komandiri. Adik deyirdilər, nə deyirdilər orada. Buradan bir yumruq vurdum ha. Oturuqlu, əlim bağlı, çömərtə oturmuşdu. Mayor danışdırırdı mənə. Mayor bozarlar ki, niyə vurursan onu, nə təmizə? O da əl çəkmədi. Getdi bir xeylatdan sonra gəldi, bir təpik də vurdu. Yerdə eşələnirəm, ağrım sakitləşib, amma fikrimdən uğraş keçir ki, gələ bir də böyrümə, başıma. Bu da gəldi, keçdi, getdi yol. Asfalt kəndə tərəf daş yol gəlirdi, onun qırağında durdu. Özbüzə baxdım, gördüm, baş qarışıqdı, durdum, qaçdım ona tərəf. Erməniyə tərəf. Nəysə orada burada padnoşka, qabağımı ayaqlarını atdı, yıxdılar, mənə tutdular. Mənə dedi ki, nəyə gedirdin ora? Dedim, kişidir, əli bağlı adamı vurmazlar. Söz soruşsan cavab verəm. Kişidir, əlimi açıq vaxtı gəlsin, məndən danışaq. Dedi, sən niyə gedin ki, bir adam içində? Dedim, ayrı adamlara işim çatmasa da, bir dənə ona satsam, bəs edir. Barmağımı onun boğazından salsam, artıq uyğumu çıxardacaqdım. Mayor dedi, bunu aparın, basın boğaza. Əlini bağlayın, basın boğaza. Məni apardılar ora, sonra bu İsraili danışdılar. Nə soruşurdular sizdən orada? Siz mülki vətəndaşsınız, döyüşçüsünüz, hansı hissədə döyüşürsünüz? Biz de mülkü, biz mülkü adamlar, döyüşdə deyilik. Bəs silahı hardan almışsınız? Dedim, hissərdən silahımız. Hərə satın alıp bir silah gətirirdi. Bilirdim, birində biz almışıq. Tutdu, İsrail'e dirəndilər ki, sən Rusiya ilə danışa bilirsən. Dedi ki, hə, bizdə bu maşınlar, direktorları, aranan maşında hamısında Rusiya vardı. Oradan bizi götürdülər, Oğaza gətirdilər. Yox, təxminən bir yarım saat belə keçmiş, 3 dənə də sallat gətirdilər. Və İliksi kəndindən tutublar, döyüş orada gedir. Gətirdilər, bunları da qatdılar, bizə apardılar da. Şahbulağa Köroğlu'nun abidəsi deyirlər. Üstü belə asıqdır, binalar var amma içində də girir. Onun həyatına yığdılar, zabor barın içində hər tərəf qapısı var, Allah. Burada gətirdilər, yemək verirlər, nə yemək? Biraz çörək, biraz su kimi şeydir, nə deyirlər. Yeğəni də oldu uşaqlardan, acıdan, o saldatlardan vardı, acıdılar. Allah çörəksə də yedi. Bu da bunlar yığdı ki, birinci Pünhanı çıxartdı. Dedi, gəl otur burada pilləkəndə, bir uzun yekə, hırtapet erməni. Gəl otur burada, dilini çıxart, kəsəcəm. Dilini çıxart söyle, mən bıçağla kəsəcəm. 5-10 təpik vurdular, bunu buraxdılar. Dalıncan İsrail'i keçidi. İsrail'də əskərlikdə olmuşdu. Yarı vurursan, yarı gezəndən bunlara bir təyərlərdi ki, bizim nə günahımız var mülkədən. Amma İsrail'in əlində vay nişalvar var. Elə vay nişalvara görə bizi çox incitdilər. İsrail'ə biraz onunla çox döydülər. Günahla çox döydülər. Dedim sənə növbə mənimdir, məni istihatdan salacaqlar. Evet, plakana gel otur, keçdim oturdum. Dilini çıxartdığı kimi dilimi salladım belə çölə. Buna bax dedim, buradan nə alalım. Niyə vurdular sizi? Sən dilimi niyə çıxartdın çölə? Dedim, sən dedin çıxart, kəsirəm, mən də çıxartdım. Dedi ki, niyə çıxartdın ki? Dedim ki, dilimi kəsəsən, sonra danışmayacağım da, arxayınım. Daha ondan sonra mən danışdım yazsa. Buna görə nəysə mən yaxşı, rəyəxli döydü. Biri də burada qızıl çiftlərmə vardı, vadaqdaydı. Ortadakı vurub qırmışdılar, qıraqlar qalmışdı, qatlanırdı belə. Danışa da bilmirdim olsa. Erməni vardı,
Ludwig qonşu Seysulan kəndindən idi. Yarımcan, Seysulan yarımdan. Bu gəldi, çıxdı ora. Bunu tanıyırdım da, diş həkimi idi. Getmişdi, yanına diş düzəltdim, neçə adamlar aparmışdı. Dedim, mən bunu çəkə bilərsən, dedi, nə var orada? Ha, dedim, yaqın Köpoğlu'nun kəlfətiniz adı var da, nəsə nəsə eləyəcək. Bir də görüm kupsanı götürüb gəlir. Həkimliyini olsa bildirir. Kişi kimi əlini atan kimi birim buradan qopardı, birim buradan da ortada qırılmışdı. Dedi, o qırığı çasta gələcəm, orada onun spesialını bizi var, ondan çıxardacağım. Bu çıxdı, getdi. Bu gedəndən sonra oradan kamaz gətiriblər, içində nə daşıyıblar, nə qayırlar, möbezəl aparaq oxuntusu var. Qırılıb qrupu başa düşən. Gəldilər ki, onun için yox. Kuzanın için yox. Məni çıxartdı təkcə. Yanımcanda biri gəldi. Bu da hara getsə qaldım, maşın nəysə suyla da, şlankla vurdum, oraya süpürgələdim, təmizlədim. Bir də baxdım ki, yoxdur. Bir fikrə düşdüm ki, qaçam. Adama gələn asfaltın üstündə də kran sadını. Alt tərəfdə uzanmış qarı dalı meşəsi kimi qalxıb. İstədim qaçam. Dedim, hara qaçam? Bu məndən gedib oraya düşən uşaqlar dərəcələr ki, sən apardın, sən saldın. Özüm qaçdın, gəldim, onlar qaldı. Qaçmadım. Gəldim, onlar gəldi, məni getdi içəri. Təxminən saat 10-11 arası bizi yığdılar maşına. Üstü bağlı maşındır. Çörək, qabaqda yeşik var, orada çörək yığırlar. Böyrlər də yeşik, elə oturmaq üçün də sallar oturursun maşına. Bizim maşına yığanda o pünhanın əli boş olur. Daldan bağlayanda bunu boş bağlayıblar. Mesela bu əlini çıxardır, rahat oturub dana. Ara bir də biri uzanıb avtomat uzağında. Biri də avtomatdan böyrüdən oturub ara bir təfilləyir bizi. Erməni əskərləri. Erməni, 2 dənə erməninin üstə. Bir də şofördür, bizə gətirir. Sabana gedə gətirirlər. Xan kəndinə. Hə, Xan kəndinə gedirik. Gəldi. Yolda bunun əli açıq olub. Mən dəlil oldum ondakı, amma bunu qoyub getmədim, qaçmadım. Buradan bura, mənim əlimi buradan açmır ki, bu Köpoğlu'nu götürəm, o portuşkadan tutuyam şöyle. Maşında bu birisinin şoföründə gülləliyib çıxam, ağız aşağı çıxam, gələm öncədən. Nə işim var orada? Filan dedi ki, gəldi düşdülər, bizi düşürəndə içərdən köhnə əsirləri çağırdılar ki, gəlin bunların əlini ayağını asın. Filan birdən qoydu ki, mənim əlim açıqdır, onlar mən açım. Dedi, aç. O saldatların əlini açdı, qutardı, gəldi mənim qolumu. Açdı, qutaranda bunun burnunun üstündən dedim bir yumruğuna. Köpoğlu sənin əlin açıqdır, mənim bura nəyə gətirmirsən? Mən oradan ənə sıxıb gedərdim, mənə xasım qırağa sıxıb gedəcəkdim evimizə. Müharibədə gedir, ara post yox, para yox. Nə bilim, qorxdum. Qorxdum. Bunu vurduğuma görə də biraz döydülər, sallar bizi içəri. Da hər yarım saatdan bir şey. Təzələr deyə bilmir, tazalar deyirlər uğraşlar. Tazalar deyir, çıxırıq çölə. Əlində reyka götürən, nə bilmə götürən, gəlir düşürsən, özü qırajdan mı? Kimin qardaşı ölüb, kimin dədəsi ölüb, o gəlir ağayıb almağa. Təxminən 1-2 ay bizi gecəmiz günümüz olmadı. Əhməd ki vardı, bizə dedi ki, yavaş-yavaş örgənəsiniz. Sizə də dəyməyəcəklər, sinişəcəklər. O müddət belə. Gəldik. El oldu ki, axşamdan axşama bizi götürdülər silah silməyə. Silaha getdik, siləndə bir makar uğradım, getdim. Makarı gizlətdim. Onu da poxun çəkdim bir dəfə. Biz işdə olanda Cavid vardı orada, bu daş bulaq deyirlər, nə də o tərəflərdən. Cavid girib içərilərə hərlənib, bu silahı orada görər. Gəldim, işdən gəldi, içəri girən kimi Camal vardı, dedə nəyiniz varsa
İtbat eləyim. Yoxlama gedəcək. Dairə əlacım yoxdur. Bunu neyə bilərəm? Zaptoru çıxartdım. Altına bırağa da. Attım tuvaletin açıqına, bu getmədi. Bu parmaq təhdid tutan yer qoymur gedə. Bir iki təpik belindən nəyəsə əzdim, keçdi. Keçib orada ilişib turbanın içinə də, oradan ərə getmir. Su gəldi, yağış yağan kimi dolur içəri, qalxır içərdə belə. İndi daşı. Da yavaş-yavaş ara düzəlişdi, ora İran maşınları gəlir. Nə gətirdilər? Yüklər nə idi? Produkt. Kişmiş yeməkdən yaxşı idi. O yeməyə kişmiş gələndə karobkanın üzünü açırdıq. Üzünü ovub yeyirdik. Sonra sığallı tərəfini söndürüb qoyurduq ki, bilinməsin. Basırdıq içəri. Sigaret götürürdük. Onlarda kosmos, Yerevan kosmosu var. Bizdə 10 dənə, blokda 10 dənə olur. Onlar sarı kağıza belə pükürlər. 20 dənə olur. Birdən 20 dənəsini gətirirdim. Amma bizi ora aparan nazorlar yoxlamırdı bizi. Qəsdən yoxlamırdı ki, onlar sigareti bizdən çəkirdi. Pulun dərdindən. 500 drama bir paşka sigaret idi. Onların dramı idi. Gətirib yığırdıq içəri, bilirdilər ki, bizdə var. Ha vaxt sigaret olmayanda çağırırdılar ki, sigaret. Kimdə var, bir yana aparıb verirlər, bir başqa gedirdi. Bir günü, 3 gün nəsə bizim meşəyə parası olurlar. Meşədə maşın xarab oldu. Bizi qatdılar maşın zadından. O 2 dənə afser, nazor, bir də şofer. Yendidilər kəndəki, kətdə evdə ağzımızı bağlayalar, hardasa. Gecəni qalaq, səhəri gedəcəm. Yolda Maksim vardı, hafta balaca da oldu biraz boydan. Uşaqlara dedim ki, siz dəldiyin o qavaqını tutun. Bu mənim əlimdən çıxanmaz. Bunun boynunu keçirib əli avtomata alıb, bunlar gülləliyə çəkidik. Neçə nəfər idiniz əsir olaraq orada işləməyə aparılırdınız? 6 nəfər, 7 nəfər. Odun yığmağa gedir, yağır odunlar. Bunlar imkan vermədi. Dedi, yox, bizi öldürəcəklər. Nəsə gətirilər, gecəni qaldıq, səhəri maşını düzəltdilər, gətdilər, cığdıq, gəldik. Ondan sonra deyim, yox, mən sizdən işə çıxmıram. Samal vardı, Zəngilandan deyəsən onlar. Camal bana dedi ki, bunların heç birinin yanında bir söz demək mümkün deyil. Amma qaçmaq fikrin olsa, demə səni məndən qoymurlar işte. Sən axşamazdan elektriksən, gedirsən, işıq çəkirsən, nə bilim, nə qarırsan, evlərə aparırlar. Mən də elektrikimi bacarmıram, amma mən sənin yanına gedim. Biz aparırlar zada. Kubik yığmağa, taxta yığmağa. Nəyəsə bir 5-6 gündən sonra Camal dedi ki, səni keçirdim yanıma. Bir gün onlarla getdim, gördüm yox. Erməni evinə gedirik, orada işıq çəkir, nə verir, bunlar da söz danışır, nəysə, mənimki düz gəlmədi onlarla. Qayıtdım, o Şirinə dediyim, sirrimi açdım Şirinə ki, mən qaçmaq istəyirəm. Özdə qaçsaq, mən yolu rüzü tanıyıram, o birilərinə baxmaq. Onlar çəkib gətirmiş, Martinidən qaçanların parmaqlarını, dırnağını çəkib gətirib bizə göstərirdilər ki, yəni qaçanlar belə əziyyət çəkir. Belə əziyyət verir yollara, belə. Dedim, mən onlara baxım, onlar bir gecə hərrəmişdi, Çasdan 5 kilometr aralaşamamışdı. Mən yol rüzü tanıyıram. Hardan çıxsam gedəcəm. Hətta bu Malusta işləyirik. İsrail dediyim vardı, o gəldi, gəldik, sonra da burada gələndən sonra öldük. Bizdən qaçmadı. İsrail'e dedim, sabah mən çıxacam. 19'u günü bir uşaq dəyişdilər yanımızdan, Zamin adlı Qubatlıdan. Kırmızı Kaş geldi, onu götürdü, dedi ki, bunu aparıb yola salacaq. 20'si günü biz qaçdıq, sentyabrın. Dedim, mən sabah çıxacam mən. Dedi ki, gedin, mən getmirəm, mən qorxuram.
Dedim qorxsan qorx. Getmirsən getmə. Elə də gəldik, çıxdıq Ağdama. Ağdamda da dişimiz alınmadı. Qayıtdıq bir də əskərə Neftbazıya yığdıq. Eyvaz adlı bir şəxsin üzərində təcrübələrin aparıldığını bildirmişdiniz. Ümumiyyətlə, bu necə təcrübələr idi və həmin şəxsin səhhətində bir dəyişikliklər yaradırdımı? Güya kino çəkəcəklər, başqa bir kəndə aparıb qoyurlar Xarabalığa. Bu uzaq məsafədən ona lazer vermişlər. Gəldi bir gecə qaldı, göz, baş şişdi, heç aranı görmədi. Səhəri də apardılar da qayıtmadı. Bu vatdanıdır. O getdi. Ondan sonra da bizim iş zadı başladı. Gedirdi işə. İş yerində məsələn. Qarqar sahinin böyrüydü. Gedirdi ora. Ha, biz balığa gül atacağıq, siz onları yığın. Orada da ki belə də bundan artıq olmurdu. Güllərini atırdım, qulaqdan səsi atırır da onu, sörür balıq. Yığırdıq, qaynadı da elə bizi yerdi yollarda, söhbət o deyil. Bizi ən zülmü elə o çiftliyi, o 2 ay verdilər. Belimizə tullanma, yıxırdılar yerə, çıxırdılar barın üstündən. Uzanın ora, biz oradan hoppanacağıq. Yəni ki, uşağın özünü hoppandırırdılar. Sonra öz uşaqlarımızın əlinə vannanı verirdilər, balaca dəmir vannalardı. Gəlir deyir ki, vur onun başına. Yolum vardı, o vannanın ortasını basırdı aşağı, vururdu elə bil başımıza. O qatlananda içəri şaq, böyük səs eləyir. Yolda birinin əlladı bura, qanların qırağı tutdu, buradan başımda var elə yeri. Yarıldı. O da yalvarır ki, sallahma dəymə. Sonra Sarırla vardı. Məni götürdü ki, gedək bizim qapıda torpaq var, onu çıxardacaq. Özdə pilləkənlə çıxardırıq Nasırqada. 4 nəfər getdik bu torpağı, daşı da çıxartdıq, buladıq. Gəlində dedi ki, Maksim var, dediyim o balaca, mənə dedi ki, hə, denən içərdən dinc olan uşaqlar, işləməyənlərdən. Dinc olan uşaqlardan gətirsin, güllərin dibini təpəcək. Dedim, yaxşı. Gəldim qapıda Sarar mənə dedim ki, Maksim deyir ki, 2 nəfər çıxarsın oradan, güllərin dibini təpəcək. Dedi, sən. Dedim, mən işdən gəlirəm, yorulmuşam, getmirəm. Dedi, yox, sən gedəsən. Bu dedim, mən dedim, nəsə belə gəldi, alnıma bir yumruq vurdu belə. Bəli, yox, belə zandan vurdu ki, sən gedəsən. Bu bura vuran kimi bütləyin bu. Burnun üstündən bir yumruq vurdum, qamonu götür, töküldülər üstümə nəvəm, 15-20 nəfər. Təmizləşimə qoydular, uzatdılar içəri. Getdim içəri, daha içəridə əlləmədilər. O anan kimi Vladek vardı, Nazor başı starş gəldi. Dedim ki, məni sarı armenindən işə çıxartmayın. Dedilər, niyə? Dedim, çıxan kimi onu öldürəcəm. Mənlə işə gedən gün onu öldürəcəm. Raport yazdı. Neynədirsə bizim yanımızdakı işdən çıxdı bu Nazor adamdan. Getdi qapıda rədd durdu. Daha o bizlə işə çıxmadı. Artıq bu hadisələrdən sonra qaçış planı üzərində düşünməyə başladınız. Ümumiyyətlə, hər hansı bir ehtiyat görürdünüzmü qaçış üçün? Patronu götürdüm, 4 paşka, 5.45 götürmüşdüm. Silahı təmizləyirdik, orada vardı. Oradan götürdük. Gətirdim də hər gələndə hər yan zadına birini soğuk gətirmişdim. Gizlətdim Neftbazada boşqaların altında. Nə bilim, mən də alınacaq, alınmayacaq orasını deyə bilmirəm. Kiməsə açıb sirrini deyə bilmirsən. Sən bir şirin bilirdi, bir də onun qardaşı bilirdi, qardaşı da qorxusundan gəlmədi. Elə deyirlər ki, bizi öldürəcəklər. Gəldik. Adam da düzəl gəlmədi, getdik, qayıtdıq Əskərənə, Neftbazıya. Gəldik Ağdamda
Gördüm vayını çoxdur, imkan deyil də. Burada nəsə səski olsa, birini güllələsən, yarılırsan, buradan qaçıb çıxmaq olmaz. Dedim ki, ben elə deyəcək ki, bunun üzündədir mazot, altında yoxdur. Bax sonra su götürək, sulu çıxsın, dərcik belədir. Dediyim kimi də elədik. Elə 2 vedrə, 3 vedrə suyu çıxartdım, deyim sudur. Üstündə mazot bir əl qalmata var, qalan yoxdur. Gedək əskəranı oradan yığaq. Dedi ki, nə olar, onda gedək bağa. Ağdam kətdə məhəllədən zad yığaq, meyvə yığaq gedərik. Gəldik, xeylaq deli meyvə yığdı uşaqlar ki, olar da nəsə alınmaz gedərik. Yığdıq, getdik maşına, töydük, sürdülər ora. Gəldik ki, bir qəzəlüşdə də 3 nəfər gəlir. Mazot yığmağa. Olduq 7 adam. Növbəyə düzüldük, nəsə, qəzəlisi dolduduq. Qəzəlisi doldurandan sonra dedi ki, 2 nəfər gedəcək bunu boşaltmağa. Əli ki dedi biri mən, adamlanıdır, yaşlı kişi idi. Yoldaşı ilə birlikdə tutmuşdular ikisini. Bir də bu Şirinin qardaşı Ağagül dedi ki, mən də gedirəm. Şirin buna dil tüydü ki, bəlkə alındı, qaçdı. Dedi, qaçırsınız, qaçın. Mən getmirəm. Mən getmirəm. Bu çıxdı, getdi, biz qaldıq. Aşağıdan sonra elə orada edirəli 1, 2, 3 dedilər ki, bizə hasar gətir, nə gətir. Bu hasarı aparıb verib qayıtmağı unamadığım bir vəziyyət alındı. Ki bu tezlikdə, bu xeylaqda məsafədir. Yoxuşa çıxır belə. Bu tez gedib oradan hasar. Gördüm erməni gəldi yanıma. Mənim başından, boğazından tutdum, basdım mazda. Əvvəlcə bir güllə, 2 güllə, adını hoşun deyim. Allah tərəfi, avtomatda olsa bəlkə də mənə dəyərdi güllə. Çığırdım üstəki atma, bu dadın çəkir. Mazot payız aydı da, sentyabrın 20'si idi. Qatılıqdır, onsa bəsdim ona götdüyü. Heç qalxası deyil. Mən də çıxdım, bunlara çıxanda heç kim yoxdur. Hamı qaçıb gizlənir. Deməz, avtomatı ver, o gələn erməni dədəliyək, çəkidik. Bu digər erməni hara getmişdi? Motor sökür. 3 fazla motorlar asırlar, ödə nəyəsə qoşullar, Stanavka qoşullar, nəyə qoşullar. Bəs sürücü hansı istiqamətə getmişdi? Sürücü həmin yerdə yox idi mi? O kəhli yoluna getdi, avtomatı götdü, həmən o motor sökənin avtomatını götdü, getdi kəhli yoluna. Qarqarı keçdi, dağ vardı orada. Bu erməni yürə gəldi. Əlfəz, nə olub Əlfəz? Əlfəz məni gizlətdi. Dedi, sən gizlən. O səni görsə gəlməyəcək. Bu gəldi, nə olub? Dedi, mən düşdüm azdı. O yürüdü pəncərədən belə baxıb qaydanda 5.45-ə şülədi böyrünün təpəsindən düz bura kimi. Belə baba başına dəyməmişdi. Çiyinə qədər gəlmişdi. Yıxıldı yerə, mən öldüm. Çıxın gedin, heç kimə deməyəcəm. Tələdim özə deyimə, gizgahına bir güllə bu köplərin gedəsi. Tez gəlib üstünə düşər, soruşar, tez getdilər, gec getdilər. Vurdu, vurandan sonra 10 da atdılar. Bu da şu an hamısı çıxdı. Kola kösə dolan. Deyim, mənə çıxmısınız? Saat o 7.62 o şoförün əlində. Üçüncün birindən durdu, hamımızı qırdı. Gizlənin, mən patronu gətirim. Patronları ermənilər görməsin deyə harada gizlədirdiniz? Solidol boşqaları vardı, boş. Orada qaşır falan. Bir dənəsini dikəldib belə qoymuşdum altına. İndi boşqanın üstü ilə məsafə uzaqdır. Boşqanın üstü ilə getmək çətin. O böyür üstə dolayı duran boşqaların üstündə ayağının altından qaçır. Bəlkə bir dəfəyə bir 10 boşqanın üstünü keçirəm. Qarın üstə gedirəm belə. Boşqanı getdim, götdüm üstündən. O 7.62-ni götürmədim. 5.45 4 başqa idi, onu götdüm, gətirdim, birini verdim, doldudu. Üçünü də tulladım maşının içinə. Maşını skodladım, çıxdım, yoxuşa çıxanda Tahir vardı, qalxdan. Mən neyniyim? Dedim, haraya neyniyəsin? Çıx maşına. Uşaqlar qolundan başında ətli canlı idi biraz o Tahir, qalxdan olan. Qaldırdık, mindirlər maşına, maşın tərəfindən. Pünhan dedi ki, şoförü gördüm, qaçır yola tərəf.
Hə deyim qaçır daldan bir patron vurum, çıxsın gitsin elədən ara qızır. Neft bazadan çıxan da Ağdama birinci girən tankın adını qoyurlar. Yer hörüflər tankı çıxardılar ora. Ki Ağdama birinci girir də bayrağından. O çıxan yerdə plen də işləyir. Şuşadan gətiriblər özdə. 10-15 plen gətiriblər, işlədilər. Afserlər, vayında maşın, Nivalar, neçə maşın var. Çıxan vaxtı maşın çən yarımçıq olduğuna görə risk götürdüm, maşın qalxdı. Yəni öz ürəyimdə dedim, maşın açdı. Yolu düzəltdim, yola düzələn kimi maşın düşdü qayıtdı yerinə. Nəsə sürdüm. Gəldik, Qaracı qəbirstanlığı deyirik, Ağdama girəcəkdə. Yuxarıdan bəri girəndə Qaracı qəbirstanlığı vardı. Ora çatanda 2 dənə trailer kamaz gedir. Persib. Qabamcan. Birini keçdim, ikincisini keçəndə yolda çökək varmış. Oruç çəkdi qabama. Vazduş siqnal ayağımı qoydum, şoför karıqdı. Böyürdə kəçinar vardı, bəlkə bir 10 adam tutsa əli gəlməzdi. Özün zıpadı ora, maşının dalı yolu kəsdi. Daldan gələn maşın dirəndi. Mən şəhərə qorxumdan girmədim, çöl yola, qiyaslı yolu deyirlər. Burayla getdim. Gəldi çıxdıq uzun dərədən bəri, qalxanda Konzavoddan vayını dolu paz avtobus çıxdı bizə tərəf. Fikrindən tutdum ki, maşını vururam. Maşının arxası ilə avtobusun qabağını vuram. Şirin dedi ki, toxunma, içi dolu vayenlidir, bizi qırarlar. Adda gedək, çıxaq gedək. Orada başını sallayır, patpresdən deyir. Şəhərdən deyir. Çıxaq gedək, lazım deyil də, nəsə salamaçılıq olur. Elə dedik ki, vəsiyyətim yolu keçdilər, getdilər, biz də gəldik. Qərbəndin başından gələndə orada kəriz quyuları var. Böyük su çıxır, qalxır, gəldi, tədricən çıxırdı asfaltın qırayla, arx kimi axırdı, turba vardı, körpü qoymuşlar. Ermənilər körpünün qabağına zad basıb, dəmir, list. Su qalxıb, o iz bar diyor, asfaltın qırağı, bərizi bar diyor. Haradasa bir 60 santı hündürlükdə də su qalxıb asfaltın üstündə. Maşın gəldi, nə sürətdə gəlir bilinmir, nə bilim stometr yox. Elə nə var, nə çəkir ondan gəlib. Qəhvəzən düşdü, suyun içine başladı oynamağa. Həmin qazdan götdüm, öz xodu ilə nəsə çıxdıq. Asfaltın yoxuş kimi yeridir. Ora çıxanda gördüm də sərbəstləşdi.